Salamlar hər birinizə şəhidlər. Bu günləri həndəsə əsanlaşının sonuncu bölməsi olan uyğun tərəflər paralel və perpendikulyar olan bucaqların suallarını izah edəcəyik. Birinci sualımıza baxaq. Deyir ki, ABC deməli 30 dərəcədir və alfa üstəgəl beta cəmini tapın. İndi diqqət edirək. Burada bu qarşılıqlıdır 30 dərəcədir və bu hissi ilə bu çarpazdır. Və yaxud da yadınızda qalsın ki, ümumiyyətlə bunun eyni olur. Alfada həmçinin uyğun tərəflər paralel olan bucaqlar olduğu üçün 30 dərəcə olur. Alfa plus beta cəmi olacaq 60 dərəcə. Yəni C variantı. İkinci sualda həmçinin 50. Bu da olacaq 100 dərəcə. Yəni C variantı. Üçüncü sualda alfa ilə beta eynilik təşkil edir paralel olduğu üçün. Alfa bərabərdir betaya və bizim beta ilə qammamızın cəmi, beta ilə qammanın cəmi 180 dərəcə və yaxud da beta ilə alfanın, qamma ilə alfanın cəmi 180 dərəcədir. İndi alfa üstə 2 beta üstə 3 beta ifadəsinin qiymətini tapın deyir. İndi diqqət edirək. Alfanın yerinə beta yazmaq olar. Olacaq 3 beta. Çünki 2 beta ilə olacaq. Üstə gəlsin. Qammanın yerinə nə yazmaq olar? Qammanın yerinə yazmaq olar ki, 180 çıxılsın beta. Onda 3 qamma nə olur? 3-ə vurur. Olur 540 çıxılsın 3 beta. 3 betalar islah olur. Qalır 540 A variantı. Dördüncü suala baxaq. Deyir, alfa beta uyğun tərəflər paralel olan eyni növlü, yəni bərabərdir. Bu bucaqlardan birini 20% aldıb, digərini 60% artırsa, yenə uyğun tərəflər paralel olan bucaqlar alınır. Deməli, birini yenə hər ikisi alfa-alfadır. Birini, məsəl üçün 10 alfa olsun, bu da 10 alfadır. 20% azaldanda olur 8 alfa. Yəni, onun 20% nə qədər eləyir? 2 eləyir. Çıxanda nə qədər eləyir? 8 alfa. 60% artıranda da bu da olacaq 16 alfa. Deyir ki, yenə uyğun tərəflər paralel olan bucaqlar. Bunlar bərabər deyil də. Deməli, bunlar nədir? Cəmi 180 olandan olacaq. Bu da olacaq 24 alfa bərabərdir 180-də. Deməli, bunu da 6 ixtisar aparsa, olacaq 30. Burada da 4. Alfa da bərabərdir 7,5. Deyir, İndi bu olacaq nə? 10-a vuracaq 75. Bu da 75. Bizə deyir ki, uyğun tərəflər paralel olan bucaqlarına alfa üstəgəl beta. 75 ilə 75-i toplayacaq olacaq 150 E variantı. 5-ci suala baxaq. Deməli, A B-yə perpendikulyardır, C D-yə perpendikulyardır. Perpendikulyardırsa, onda burada 13x çıxılsın 2y 90 dərəcədir. Həmçində 5x plus 2y. Deməli, bunlar bir-birinə bərabərdir. 5x plus 2y. 13-dən 5x-i çıxırıq. Eləyəcək nə? 8x bərabərdir. Bu keçir o tərəfə, toplanır, olur 4y. Y də tapanda 4-ə bölülür bunu, olur 2x. Y bərabərdir 2x. Aparıb yerinə qoysuq. 13x çıxılsın. 2-ni 2x-a vuranda 4x. Yəni ki, 9x. Bunun da yenə 9x olacaq. Burada aparıb yerinə qoyanda 7x üstəgəl 6x olacaq. O da olacaq 13x. D alfanın dərəcə ölçüsünü tapın. İndi diqqət edirək. Bura 90 dərəcə, burada 90 dərəcə. İndi 9x bərabərdir 90 dərəcəyə, x də bərabərdir 10 dərəcəyə. Bura 13x olanda, bura olacaq 130 dərəcə. Bu belənsin olan halda bu bucaqla bu bucağın cəmi 180 olur. Deməli, 50 dərəcə olmalıdır ki, 130-dan toplanıb nə olsun? 180 dərəcə olsun. Baxırıq 6-cı suala. Deyir ki, alfa beta uyğun tərəflər perpendikulyar olan bucaqlardır. Ya cəmi 180 olmalıdır, ya da ki, bərabər. Deməli, eyni növlə bucaqlar olanda bərabər olur. Eyni növlə bucaqlar olacaq 115 dərəcə. Müxtəlif növlə bucaqlarında cəmi 180 olur. Deməli, bu da olacaq 105 dərəcə. X 115, Y 105. Bunların da cəmi olacaq 220 dərəcə. 7-ci sualda eyni qayda. Eyni növlü olanda X 125, müxtəlif növlü olanda bu da olacaq 95. Bunların da cəmi olacaq 220 dərəcə.
8-ci suala baxaq. Deyir ki, uyğun tərəflər paralel olan alfa beta bucaqları üçün deməli, ya bərabər olmalıdır, alfa betaya bərabər olmalıdır. Yazırıq onda. Beta üstəgəl 3 beta bərabərdir 240. 4 beta bərabərdir 240. Beta bərabərdir 60 dərəcə. Bu olur 60 dərəcə. Alfa beta ala biləcək qiyməti tapın. Deməli, olacaq nə? Birinci halda olacaq 60 dərəcə. Yəni, hər ikisi nədir? 60 dərəcə olur. Digər halda isə alfa ilə betanın cəmi 180 dərəcə və yazır alfa üstəgəl 3 beta bərabərdir 240 dərəcə. Aşağıdakından yuxarıdakına çıxanda alfalar gedir. 3 betadan 2 betanı çıxanda 2 beta qalır. 2 beta bərabərdir 240-dan 180 çıxanda olur 60. Beta bərabərdir 30 dərəcə. Beta 30 dərəcəndə alfa 180-dan çıxır olur 150 dərəcə. Deməli 150, digərdə 30. Yəni biri bu haldır, bir də ki bu hal. 9-cu suala baxaq. Uyğun tərəflər perpendikulyar olan alfa beta bucaqları üçün yenə də alfanın yerinə beta yazanda olur 4 beta bərabərdir 280. Beta bərabərdir 70 dərəcə. Həmçinin də bu alfaya bərabərdir. Yəni bərabər olma halı. Digər halı isə alfa üstəgəl beta bərabərdir 180 dərəcə. Digər haldan da alfa üstəgəl 3 beta bərabərdir 280 dərəcə. Bunlar çıxır, alfalar gedir. Olur 2 beta bərabərdir 100 dərəcə. Beta bərabərdir 50 dərəcə. Beta 50 olanda alfa da gərək cəmi 180 olsun deyə 130 dərəcə olacaq. 10-cu suala baxaq. Deməli, 10-cu sualımızda belədir ki, qaydası. Burada bayaqlar dedik ki, alfa ilə qamma eynilik təşkil edəcək. Yəni, yazırıq ki, alfa bərabərdir qammaya, həmçinin də alfa ilə betanın və deməli, qamma ilə betanın cəmi neçə olmalıdır? 180 dərəcə olmalıdır. Və diqqət edirək, burada 4x-50-in qarşılığı buradır. Həmin bu bucağla da bunun cəmi 180-dir. Bir tərəfli bucaqlı olur deyə. Ona görə yazır 2x çıxılsın 10 dərəcə, üstəgəl 4x-50 dərəcə, bərabərdir 180 dərəcəyə. 2x 4x elir 6x çıx 60 dərəcə, bərabərdir 180 dərəcəyə. İstəyir 6-ya bölərsiniz, istəyirsə də 6x bərabərdir 240 dərəcə, o üstəvə gecəni toplanır, x də bərabərdir 40 dərəcə. X 40 dərəcə olanda, yerinə qoyanda olacaq bura 70 dərəcə, bura olacaq 110 dərəcə. İndi bizə, deməli, yazırıq. Alfa dedik ki, baxın, diqqət edin, alfa qammaya bərabərdir. Qammamız, indi, bura indi 110 oldu, bura oldu 70 dərəcə, burada oldu 70 dərəcə. Betamızda nə olur? 110 dərəcə. İndi, qoyuruq yerinə 70 bölünsün 2, üstə gəlsin, betanın yerinə 110 dərəcə, çıxılsın 70 dərəcə. Bu eləyəcək 35 dərəcə, üstə gəlsin 40 dərəcə. Bu da eləyəcək 75 dərəcə. 11-ci suala baxaq. 11-ci sualda da yenə də 2x plus 20 dərəcə, üstə gəlsin 3x plus 10 dərəcə bərabərdir 180 dərəcə. 2x, 3x, 5x plus 30 dərəcə bərabərdir 180 dərəcə. 5x bərabərdir 150 dərəcə, x də bərabərdir 30 dərəcə. X 30 dərəcə olanda bu olacaq 80 dərəcə, burada olacaq 100 dərəcə. Deməli, alfamız olacaq 80 dərəcə, betamız olacaq 100 dərəcə, qammamız olacaq 80 dərəcə. Qammanı 2-yə böləndə, yəni 80-i 2-yə böləndə olur 40 dərəcə, üstə gəlsin. Betamız bizim 100 dərəcədir, bu birisi də 80 dərəcə. Bu da eləyəcək 60 dərəcə. Bu da həndəsə əsanlaşının sonuncu sualı ilə izahı idi.